Bəzən bu dinsizlər, imansızlar Allah Subhanahu wa Taala'nın dinində səhv axtaranlar tərəfindən görürsən ki, eşidirik ki, söyləyirlər ki, Quran-ı Kərimdə baş örtüyü yoxdur. Və yaxud da qadınlara başınızı bağlayın, başınızı örtün deyə bir əmr yoxdur. Hətta bəziləri daha irəli gedərək söyləyirlər ki, əgər varsa, gətirin göstərin, biz başımızı örtərək. Mən düşünmürəm ki, onlar başlarını örtsünlər. Hər halda Allah Subhanahu wa Taala onlara hidayət versin, doğru yolu görməyi onlara nəsib etsin. Və müsəlmanların bu daddığı, bu həzzi, bu ləzzəti, bu İslam dinindən daddıqları bu ləzzəti onlar da dadsınlar inşallah. Hər halda bizə maraqlı deyil kim nə düşünür və biz çalışırıq ki, müsəlmanlara həqiqəti çatdıraq. Allahın kitabı və Peyğəmbər sallallahu aleyhi ve sellemin sünnəsini insanlara öyrədək. Quran-ı Kərimdə 2 surənin 2 ayətində Allah Subhanahu wa Taala Nur surəsi 31-ci və Əhzab surəsi 59-cu ayətində bizlərə buyurur ki, mömin qadınlara de ki, harama baxmayıb gözlərini aşağı diksinlər və cinsiyyət üzvlərini zinadan qorusunlar. Qoy onlar görünənlər istisna olmaqla zinətlərini naməhrəmə göstərməsinlər. Ayətin bax bu yeri onlardan etməyi işgəl yaratmışdır. Örtüklərini yaxalarının üstünə salsınlar. Əhzab surəsində isə Allah Taala buyurur ki, ey Peyğəmbərim, zövcələrinə, qızlarına və möminlərin xanımlarına de ki, naməhrəm yanında çarşabları ilə nə etsinlər? Örtünsünlər. Bu ayətdə əsasən onlar söyləyirlər ki, ayətdə sinənizin üstünü örtün deyilir, yəni başınızı yox. Lakin biz söyləmək istəyirik ki, bu ayətlər Peyğəmbər sallallahu aleyhi ve sellemə nazil olduğu zaman və Allah Rasulü sallallahu aleyhi ve sellem bu ayəti qarşıda olan müsəlmanlara oxuduğu zaman o xanımlar nə etdilər? Onlar paltarları ilə başlarını yox, üzlərini də belə örtdülər. Çünki bu ayətin nə məna daşıdığını onlar anladılar. Onun gibi de söylənilir ki, ximar qadının baş örtüyü deməkdir. Həmçinin Allah Subhanahu wa Taala Quran-ı Kərimdə xamr, yəni içkiyə də ximar bu ad verilmişdir. Nə üçün? Çünki içki insanın ağlını örtdüyü üçün və insanın ağlını örtdükdən sonra insan nə etdiyini bilmədiyi üçün ona bu ad verilmişdir. Ximar sözü ərəblərdə başı örtən bir geyim növüdür. Ona görə də Allah Rasulü o xanımlara, müsəlmanlara bu ayəti oxuduğu zaman onlar anladılar ki, baş nə edilməlidir? Örtülməlidir, sinə yox. Həmçinin də dəyərli dinləyicilər, bizim özümüzdə də, yəni Azərbaycan dilində də elə bir kəlmələr var ki, o kəlmələr bizlərə oxunduğu zaman o kəlmələrdə baş, ayaq, əl sözü olmasa da belə, lakin biz o şeylərin hara geyinildiyini və necə olduğunu bilirik. Yəni ehtiyac yoxdur ki, kimsə bizə desin ki, corabı ayağıma giyin. Biz evdə deyirik ki, corabı giyin. Və corabı hara geyindiğini biz dərhal başa düşürük. Və həmçində ərəblər də belədir. Ərəbə biximorihinlə söylənildiyi zaman, ayət oxunduğu zaman onlar bildilər ki, burada sinə örtməkdən söhbət gelmir. Baş örtməkdən gelir. Yəni, bu baş örtüyü ilə əvvəlcə baş örtülür. Sonra onun digər hissəsi ilə nə edilir? Sinə örtülür. Başdan aşağı nə edilir? Örtülür. Həmçinin də dəyərli dinləyicilər, bəzi misalları da gətirək. Necə ki, bizdə olan sözlərdən şarfığı bağla və yaxud da papağını qoy və yaxud da kəlağayını bağla, əlcəyini geyin. Yəni bu kəlmələrdə əl, baş sözü olmasa da belə, hər bir kəs kəlağayının hara bağlandığını və yaxud da şarfın hara bağlandığını və yaxud da əlcəyin hara gəldiyini çox gözəl bilir. Çox gözəl də başa düşürük. Ona görə də elhamdülillah Quran-ı Kərimdə Allah Subhanahu wa Taala qadınlara başlarının örtməsini, yəni hicab, əl və üz müstəsna olmaqla digər əzalarının bağlanmasını əmri vardı, narahat olma. Allah'a emanet olun. Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu.